Salam dəyərli izləyicilər. Bugün sizin üçün hansı sırlar hazırlanıb? Hər burc özünə məxsus enerji, imkan və fərqli hisslər gətirir. Bugünkü yozumlara baxın və gününüzün sizə nə verəcəyini öyrənin. Koç burcu. Bugün Koç burcu üçün adi günlərdən biri deyil. İçinizdə uzun zamandır sakit qalan bir enerji yenidən üzə çıxa bilər. Siz adətən tez qərar verən, gözləməyi sevməyən birisiniz. Amma bugün tələsərək atılan addımlar gözlədiyiniz nəticəni verməyə bilər. Ətrafınızdakı insanlar sizdəki fərqli havanı hiss edə bilər. Bəziləri sizi dəstəkləyəcək, bəziləri isə keçmiş etdiklərinizi xatırladacaq. Amma bugün özünüzü sübut etməkdən çox özünüzü anlamaq daha vacibdir. Görünüşünüzə diqqət etmək üçün yaxşı vaxtdır. Kiçik bir dəyişiklik belə ruh halınızı dəyişə bilər. Yeni geyim, fərqli saç düzümü və ya sadəcə özünüzə ayırdığınız vaxt sizə daha güvənli hiss etdirəcək. İnsanlar sizin enerjinizi hiss edə bilər. Pul məsələsində qarşınıza fürsətlər çıxa bilər, amma hər parlaq görünən şeyə aldanmayın. Bəzi seçimlər yalnız qısa müddətlik sevinç gətirir. Bugün ağılla davranan Koç gələcəkdə daha rahat olacaq. Sevdiyiniz insanla səmimi söhbət etmək üçün uyğun gündür. İçinizdə saxladığınız sözləri demək sizi rahatladacaq. Siz çox vaxt güclü görünməyə çalışırsınız. Amma sizin də qayğıya ehtiyacınız var. Bunu gizlətməyə ehtiyac yoxdur. İşdə və gündəlik həyatda sizi yoxlayan vəziyyət yarana bilər. Kimsə fikirlərinizə qarşı çıxa bilər. Amma bu sizin gücünüzü göstərmək üçün bir fürsət alacaq. Sakit qalmaq və öz mövqeyinizdə dayanmaq daha çox təsir yaradacaq. Evdə kiçik gərginlik yarana bilər. Bir sözlə hər şeyi daha yaxşı vəziyyətə gətirmək sizin əlinizdədir. Bugün Koç üçün ən vacib mesaj budur. Hər mübarizəni qazanmaq lazım deyil. Bəzən ən böyük qələbə özünü idarə etməkdir. Boğa burcu. Bugün Boğa burcu üçün daxili hisslərin ön plana çıxacağı bir gün ola bilər. Kənardan hər şey normal görünsə də, içinizdə uzun zamandır saxladığınız sözlər və duyğular ola bilər. Siz çox vaxt hər şeyi özünüz həll etməyə çalışırsınız. Amma bugün anlayacaqsınız ki, hisslərinizi göstərmək və bəzən dəstək qəbul etmək zəiflik deyil. Münasibətlərdə kiçik sınaqlar yaşana bilər. Qarşınızdakı insan sizi tam anlamamış kimi görünə bilər və ya köhnə bir mövzu yenidən gündəmə gələ bilər. Susmaqla heç nə dəyişməyəcək. Bugün səmimi danışan Boğa daha çox dəyər qazanacaq. İş və gündəlik məsuliyyətlər biraz yorucu görünə bilər. Siz qərar verdiyiniz yoldan dönməyi sevmirsiniz, amma bugün fikrinizi dəyişmək məğlub olmaq deyil. Bəzən istiqaməti dəyişmək daha doğru addımdır. Pul məsələsində ürəyiniz yumşaq olacaq, başqalarına kömək etmək istəyəcəksiniz, amma öz ehtiyaclarınızı da unutmayın. Hər kəsin yükünü daşımaq sizin vəzifəniz deyil. Bədəninizdə sizə bəzi işarələr verə bilər. Yorğunluğu gizlətməyə çalışmayın. Biraz istirahət etmək, özünüzə vaxt ayırmaq sizə yaxşı təsir edəcək. Axşam saatlarında ailə və sevdiyiniz insanlarla keçirdiyiniz vaxt xüsusi ola bilər. Bəzən ən böyük xoşbəxtlik böyük hadisələrdə deyil, sadə və səmimi anlarda olur. Bugün Boğa üçün əsas mesaj budur. İçinizdə yığılan ağırlığı buraxın. Özünüzə qarşı daha anlayışlı olun. Çünki əsl güc hər zaman dözmək deyil, lazım olanda dəyişməyi bacarmaqdır. Əkizlər burcu. Bugün Əkizlər burcu üçün həm düşüncələrin, həm də hisslərin güclü olduğu bir gün ola bilər. Siz adətən hər şeyə maraq göstərən, tez uyğunlaşan və yenilikləri sevən birisiniz. Amma bugün yalnız ətrafı deyil, öz daxilinizi də dinləmək vacib olacaq. Son vaxtlar sizi narahat edən bəzi məsələlər yavaş-yavaş aydınlaşa bilər. Ətrafınızdakı insanlar keçirdiyiniz hissləri tam anlamaya bilər. Siz gülümsəsəniz də daxilınızda yorğunluq və düşüncələr ola bilər. Hər şeyi gizlətməyə çalışmayın. Etibar etdiyiniz biri ilə danışmaq sizə rahatlıq verə bilər. İş və pul sahəsində yeni imkanlar görünə bilər, amma hər şeyi anlıq qərarla həll etməyə çalışmayın. Bugün planla hərəkət edən əkizlər daha yaxşı nəticə əldə edə bilər. Sizin üstün tərəfiniz tez düşünmək və çıxış yolu tapmaqdır. Yeni tanışlıqlar və maraqlı söhbətlər həyatınıza fərqli bir hava gətirə bilər. Gözləmədiyiniz bir insan sizə fərqli hisslər yaşada bilər. Ürəyinizi tam bağlamayın, çünki bəzi gözəl anlar
planlaşdırılmadan gəlir. Sözlərinizə diqqət edin. Bugün adi bir cümlə belə yanlış başa düşülə bilər. Sakit və düşünərək danışmaq sizə üstünlük verəcək. Bədəninizdə sizdən biraz istirahət istəyə bilər. Həddindən artıq məşğul olmaq sizi yorur. Biraz sakitlik, telefondan uzaq qalmaq və özünüzə vaxt ayırmaq yaxşı təsir edəcək. Axşam sevdiyiniz bir işlə məşğul olmaq üçün fürsət tapa bilərsiniz. Bu kiçik sevinç sizə yeni enerji verəcək. Bugün əkizlər üçün əsas mesaj budur. Başqalarını anlamağa çalışdığınız qədər özünüzə də dinləməyi unutmayın. Xərçəng burcu. Bugün Xərçəng burcu üçün daxili hisslərinizə qulaq asacağınız bir gün ola bilər. Siz adətən insanların davranışlarını tez anlayan, kimin nə hiss etdiyini hiss edən birisiniz. Bugün həmin gücünüz sizə bəzi həqiqətləri göstərə bilər. Əhvalınız gün ərzində dəyişə bilər. Bəzən çox enerjili, bəzən isə yorğun hiss edə bilərsiniz. Özünüzü məcbur etməyin. Bədəninizə və ruhunuza diqqət ayırmaq bugün sizin üçün daha vacib olacaq. Sakit mühit, isti yemək və biraz istirahət sizə yaxşı təsir edəcək. İş həyatında səbrinizi yoxlayan vəziyyət yarana bilər. Hər şey planladığınız kimi getməyə bilər. Kimsə sizi əsəbləşdirə bilər, amma sakit qalmaq sizin üstünlüyünüz olacaq. Bugün tələsməyən Xərçəng daha doğru nəticə əldə edəcək. Maddi məsələlərdə yeni bir imkan görünə bilər. Uzun zamandır düşündüyünüz bir məsələ ilə bağlı irəliləyiş ola bilər. Sadəcə qərar verərkən diqqətli olun və hər şeyi ölçüb biçin. Sevgi mövzusunda səmimi olmaq çox önəmlidir. Köhnə incikliklər haqqında danışmaq münasibətinizi daha güclü edə bilər. Sizin qayğınız və anlayışınız bugün xüsusi təsir yaradacaq. Ailə ilə bağlı gözəl anlar yaşana bilər. Bəzən kiçik bir söhbət belə insanın bütün gününü dəyişir. Siz çox şeyi ürəyinizə yaxın buraxırsınız. Amma bugün sevgi və yaxşılığı qəbul etməyə də icazə verin. Bugün Xərçəng üçün əsas mesaj budur. Başqalarını qoruduğunuz qədər özünüzə də qoruyun. Daxilinizdəki səsi eşidin, çünki o sizə doğru yolu göstərə bilər. Şir burcu. Bugün Şir burcu üçün öz gücünü yenidən hiss edəcəyi bir gün ola bilər. İçinizdə yeni bir həvəs yaranacaq və uzun müddət təxirə saldığınız işlərə qayıtmaq istəyəcəksiniz. Siz böyük düşünən və fərqlənməyi sevən birisiniz. Bugün həmin inam sizə üstünlük verə bilər. Sağlamlıq və görünüşünüzlə bağlı dəyişiklik etmək üçün uyğun vaxtdır. Yeni bir vərdişə başlamaq, özünüzə daha çox diqqət göstərmək və həyat tərzinizi düzəltmək sizə yaxşı təsir edəcək. Amma özünüzü həddindən artıq yormayın. Güclü olmaq özünüzü tükətmək demək deyil. İş və pul mövzusunda yaxşı imkanlar yarana bilər. Bugün danışığınız, özünüzə inamınız və insanlarla ünsiyyətiniz çox önəmli olacaq. Vacib bir söhbət varsa, fikrinizi açıq şəkildə bildirin. İnsanlar sizi daha diqqətlə dinləyə bilər. Evdə bəzi kiçik məsuliyyətlər sizi gözləyə bilər. Gündəlik işləri unutmaq yaxınlarınızın narazılığına səbəb ola bilər. Onlara ayırdığınız kiçik bir diqqət belə böyük sevgi yarada bilər. Sevgi həyatında xoş anlar mümkündür. Sevdiyiniz insanla keçirdiyiniz vaxt münasibətinizə daha da yaxınlaşdıra bilər. Sizin səmimiyyətiniz və isti davranışınız bugün xüsusilə təsirli olacaq. İş zamanı fikrinizi toplamaq biraz çətin ola bilər. Çox şeyi eyni anda düşünməyə çalışmayın. Ən vacib məsələni seçib addım-addım irəliləyin. Bugün şiir üçün əsas mesaj budur. Gücünüzü göstərin, amma ürəyinizə də açıq saxlayın. Sizi xüsusi edən yalnız özünüzə inamınız deyil, insanlara verdiyiniz dəyərdir. Qız burcu. Bugün Qız burcu üçün daxili rahatlıq və yenilənmə günü ola bilər. Siz çox vaxt hər şeyi nəzarətdə saxlamaq və bütün detalları düşünmək istəyirsiniz. Amma bugün özünüzə biraz azadlıq vermək sizə yaxşı təsir edəcək. Bəzən sadəcə dincəlməkdə insanı gücləndirir. Enerjinizi bərpa etmək üçün böyük dəyişikliklərə ehtiyac yoxdur. Vaxtında yemək, təmiz havada gəzmək və biraz hərəkət etmək kifayət edə bilər. Özünüzdən həddindən artıq mükəmməllik gözləməyin.
Bədəniniz sizin tərəfinizdədir. Münasibətlərdə bugün sakit və səmimi ünsiyyət daha vacib olacaq. Siz bəzən hisslərinizi içinizdə saxlayırsınız, amma yaxın bir insanla açıq danışmaq sizi rahatlaşdıra bilər. Özünüzü sübut etmək üçün artıq cəbhə göstərməyiniz lazım deyil. İş həyatında irəliləyiş üçün yaxşı imkanlar yarana bilər. Yolunuzda ciddi maneə görünmür. Sadəcə hər şeyi eyni anda həll etməyə çalışmayın. Kiçik amma düzgün addımlar sizi uğura yaxınlaşdıracaq. Maddi mövzuda kimsə sizdən dəstək istəyə bilər. Sizin ürəyiniz yumşaqdır, amma öz vəziyyətinizi də düşünün. Başqasına kömək edərkən öz rahatlığınızı itirməyin. Ailə içində bəzi söhbətlər ola bilər. Bəzən yaxınlarınızın sözləri sizi əsəbləşdirə bilər. Amma onların arxasında qayğı olduğunu anlamağa çalışın. Bugün qız üçün əsas mesaj budur. Hər şeyi mükəmməl etmək məcburiyyətində deyilsiniz. Özünüzə güvənin. Çünki sakit düşüncəniz bugün sizin ən böyük üstünlüyünüz olacaq. Terazi burcu. Bugün Terazi burcu üçün kiçik, amma vacib dəyişikliklərin başladığı bir gün ola bilər. Siz çox vaxt hamını razı salmağa və hər şeyi sakit saxlamağa çalışırsınız. Amma bugün öz hisslərinizə də diqqət verməlisiniz. Hər kəs üçün yaşamaq bəzən sizi yorur. Ailə və yaxınlarla münasibətlər ön plana çıxa bilər. Xüsusilə valideynlər və böyük insanlar sizdən diqqət gözləyə bilər. Bəzən sadə bir söhbət və ya kiçik qayğı belə onlar üçün çox dəyərli olur. Verdiyiniz yaxşılıq gec-tez sizə geri qayıdır. Maddi mövzuda diqqətli olmaq yaxşıdır. Siz gözəl şeyləri sevirsiniz və özünüzü sevindirməyi bacarırsınız. Amma bugün lazımsız xərclərdən uzaq durmaq gələcəkdə sizə rahatlıq verə bilər. İş həyatında sakit və düşünülmüş addımlar daha faydalı olacaq. Kimsə sizi tələsdirə və ya öz fikrini qəbul etdirməyə çalışa bilər, amma vacib qərarları başqalarının təsiri ilə verməyin. Öz seçiminizə güvənin. Sevgi mövzusunda hissləriniz qarışıq ola bilər. Yaxınlıq istəyirsiniz, amma eyni zamanda özünüzü qorumağa çalışırsınız. Bugün böyük sözlərdən çox kiçik və səmimi davranışlar daha çox təsir göstərəcək. Bədəniniz sizdən biraz sakitlik istəyə bilər. Özünüzü həddindən artıq yormayın. Rahatlıq, gəzinti və sevdiyiniz bir məşğuliyyət sizə yaxşı enerji verəcək. Bugün Terazi üçün əsas mesaj budur. Hər şeyi bir anda dəyişmək lazım deyil. Kiçik addımlarda böyük nəticələr yarada bilər. Özünüzə qarşı mehriban olun, çünki daxili rahatlığınız sizin ən güclü tərəfinizdir. Əqrəb burcu. Bugün siz üçün daxili hisslərinizi anlamaq və özünüzə diqqət etmək günü ola bilər. Siz çox vaxt hər şeyi nəzarətdə saxlamaq, hadisələri əvvəlcədən bilmək istəyirsiniz. Amma bugün bəzi şeyləri zorla dəyişdirmək əvəzinə sakit şəkildə izləmək sizə daha çox fayda verəcək. İş və gündəlik həyatda kiçik anlaşılmazlıqlar yarana bilər. Kimsə sizi düzgün anlamaya bilər və ya fikirlərinizlə razılaşmaya bilər. Belə anlarda sərt reaksiya vermək yerinə sakit qalmaq daha güclü təsir yaradacaq. Münasibətlərdə səmimiyyət ön planda olacaq. İçinizdə saxladığınız sözləri düzgün şəkildə demək üçün yaxşı vaxtdır. Siz bəzən hisslərinizi gizlədirsiniz. Çünki zəif görünmək istəmirsiniz. Amma sevdiyiniz insanla açıq olmaq münasibətinizi daha yaxın edə bilər. Ailə ilə bağlı xoş xəbər ehtimalı var. Uzaqdan gələn bir xəbər və ya yaxınlarla söhbət sizə yaxşı təsir edə bilər. Bəzən ən böyük rahatlıq sadə anlarda gizlənir. Maddi məsələlərdə ev və şəxsi rahatlıqla bağlı qərarlar önəm qazana bilər. Amma tələsmədən hər şeyi düşünmək daha yaxşıdır. Sağlamlıq baxımından bədəniniz sizdən biraz sakitlik istəyə bilər. Stres və gərginlik özünü göstərə bilər. Dincəlmək, gəzinti etmək və özünüzə vaxt ayırmaq sizə yaxşı gələcək. Bugün Əqrəb üçün əsas mesaj budur. Hər şeyi idarə etməyə çalışmayın. Bəzən ən böyük güc buraxmağa və doğru zamanı gözləməyə bacarmaqdır. Oxatan burcu. Bugün Oxatan burcu üçün enerji və yeni imkanlarla dolu bir gün ola bilər. İçinizdə hərəkət etmək, yenilik axtarmaq və fərqli şeylər sınamaq istəyi artacaq. Siz azadlığı sevən birisiniz və bugün həmin ruhunuz sizə üstünlük verə bilər. Maddi mövzuda uzun müddət topladığınız puldan istifadə etməli ola bilərsiniz. Bu xərc vacib bir şey üçün ola bilər, amma sonradan biraz narahatlıq hissi yarada bilər. Bugün pul qərarlarında hisslərdən çox mantıqa üstünlük verin.
Ailə içində kiçik anlaşılmazlıqlar yaşana bilər. Yaxın bir insanın sar sözləri sizi incidə bilər, amma dərhal cavab vermək əvəzinə sakit qalmaq daha yaxşı nəticə gətirəcək. Evdə bəzi kiçik problemlər yarana bilər. Sevdiyiniz insanın səhvlərini böyütməyin. Bəzən qarşı tərəfində yorğun və həssas olduğunu nəzərə almaq lazımdır. İş və karyera baxımından yaxşı fürsətlər görünə bilər. Yeni iş axtarmaq, müraciət göndərmək və vacib danışıq etmək üçün uyğun gündür. Sizin pozitiv davranışınız insanlarda yaxşı təəssürat yaradacaq. Sevgi mövzusunda gözəl anlar mümkündür. Yeni tanışlıq və ya mövcud münasibətdə daha yaxın hisslər yarana bilər. Bəzən sadə bir gülümsəmə belə çox şeyi dəyişir. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Sadəcə özünüzü həddindən artıq yormayın. Gəzinti, yüngül hərəkət və istirahət sizə yaxşı təsir edəcək. Bugün oxutan üçün əsas mesaj budur. Tələsmədən, amma inamla irəliləyin. Sizin pozitivliyiniz və həyat sevginiz bugün ən böyük üstünlüyünüzdür. Oğlaq burcu. Bugün siz üçün özünüzə və daxili balansınıza diqqət edəcəyiniz bir gün ola bilər. Siz çox vaxt məsuliyyəti üzərinizə götürür və hər şeyi nəzarətdə saxlamağa çalışırsınız. Amma bugün bədəniniz və ruhunuz sizdən bir az sakitlik istəyə bilər. Son zamanlar çox iş, çox düşüncə və artıq yük sizi yorğun sala bilər. Dincəlməyi vaxt itkisi kimi görməyin. Bəzən qısa bir fasilə insanı yenidən gücləndirir. Özünüzü dinləmək bugün ən doğru seçim olacaq. İş və pul mövzusunda diqqətli davranmaq lazımdır. Bəzi insanlarla fikir ayrılığı yarana bilər. Siz qərarlarınızda möhkəm dayanmağı sevirsiniz. Amma bugün biraz yumşaq yanaşmaq daha yaxşı nəticə verə bilər. Maddi məsələlərdə yeni imkanlar görünə bilər. Amma hər təklifi diqqətlə araşdırın. Sürətli qazancdan çox uzun müddətli rahatlıq haqqında düşünmək daha faydalıdır. Dostlarınız və yaxınlarınız bugün sizə yaxşı enerjiya verə bilər. Siz bəzən güclü görünməyə çalışırsınız, amma sadəcə söhbət etmək və gülməkdə insana yaxşı təsir edir. Gözlənilməz bir xəbər və ya görüş sizi sevindirə bilər. Sevgi mövzusunda içərinizdə saxladığınız bəzi sözlər ola bilər. Sevdiyiniz insanla açıq danışmaq münasibəti daha yaxın edə bilər. Sizin susmağınız bəzən yanlış başa düşülə bilər. Bugün oğlaq üçün əsas mesaj budur. Bütün yükü tək daşımağa çalışmayın. Əsl güc hər zaman mübarizə aparmaq deyil, lazım olanda dayanmağa bacarmaqdır. Dolça burcu. Bugün Dolça burcu üçün anlayış, səbir və özünüzə diqqət günü ola bilər. Siz azad düşüncəli, fərqli yollar seçməkdən qorxmayan birisiniz. Amma bugün daxilınızda hisslər və düşüncələr arasında kiçik bir mübarizə yaşana bilər. Qərar verməzdən əvvəl özünüzü dinləmək vacibdir. Yaxın insanlarla münasibətlərdə istinlər yaşana bilər. Siz çox şeyi məntiqlə həll etməyə çalışırsınız, amma bugün ürəyinizin səsini də eşidin. Sadə bir söhbət və səmimi davranış münasibətləri daha da gücləndirə bilər. İş həyatında kimsə fikirlərinizi sorğulaya bilər. Bunu mənfi qəbul etməyin. Bəzən başqa insanların baxışı sizin görmədiyiniz bir şeyi göstərə bilər. Bugün sakit və ağıllı davranan Dolça daha yaxşı nəticə əldə edəcək. Maddi mövzuda günün əvvəlində hər şey yaxşı görünə bilər, amma axşam hisslərinizə görə lazımsız xərc etmək istəyi yarana bilər. Özünüzü sevindirmək gözəldir. Sadəcə sonradan peşman olacağınız seçimlərdən uzaq durun. Sizin fərqli xarakteriniz və xoş ünsiyyətiniz yeni insanlarla tanışlıq gətirə bilər. Bəzi insanlar sizdəki xüsusi tərəfləri daha aydın görə bilər. Evdə və münasibətlərdə kiçik anlaşılmazlıq yarana bilər. Sevdiyiniz insanın sözlərini səhv anlamaya ehtimalınız var. Nəticə çıxarmadan əvvəl qarşı tərəfi dinləməyə çalışın. Bugün Dolça üçün əsas mesaj budur. Başqalarına verdiyiniz diqqəti özünüzə də verin. Dincəlmək, yeni maraq tapmaq və özünüzə vaxt ayırmaq sizə yeni güc qazandıracaq. Balıq burcu. Bugün balıq burcu üçün sakitlik və daxili aydınlıq günü ola bilər. Siz adətən insanların hisslərini tez anlayan,
Yaxınlarınızın vəziyyətini özünüzünki kimi qəbul edən birisiniz. Amma bugün özünüzə də eyni qayğını göstərməyiniz vacibdir. Ailə sizdən çox şey gözləyə bilər və bu sizə biraz təzyiq kimi görünə bilər. Siz hər kəsi xoşbəxt etməyə çalışırsınız, amma bütün problemləri tək həll etmək məcburiyyətində deyilsiniz. Bazen sadə bir söhbət belə hər şeyi yüngülləşdirə bilər. Maddi mövzuda gözlənilməz dəstək və yeni imkan görünə bilər. Yaxınlardan gələn kömək sizi sevindirə bilər, amma pul məsələsində yenə də planlı davranmaq daha doğru olacaq. Bugün sosial mühitdə diqqət çəkə bilərsiniz. İnsanlar sizin mehribanlığınızı və xoş davranışınızı hiss edəcək. Yeni tanışlıq və maraqlı söhbət gününüzə fərqli enerji qata bilər. İş həyatında sakit, amma uğurlu bir gün sizi gözləyə bilər. Etdiyiniz zəhmət başqalarının diqqətini çəkə bilər. Həmkarlarınız sizin dəyərinizi görə bilər. Rəhbərlər isə sayılarınızı qiymətləndirə bilər. Bizneslə məşğul olanlar üçün də bugün faydalı qərarlar vermək mümkündür. Böyük risklərdən çox düzgün və sakit addımlar daha yaxşı nəticə verə bilər. Sevgi mövzusunda sakitlik ön planda olacaq. Böyük hadisələr olmasa belə bu sakitlik münasibətləri daha güclü edə bilər. Bazen sevgi sözlərdə deyil, kiçik qayğılarda görünür. Sağlamlıq baxımından bədəniniz dincəlmək istəyə bilər. Daha çox yatmaq, özünüzə vaxt ayırmaq və rahatlamaq sizə yaxşı təsir edəcək. Bugün balıq üçün əsas mesaj budur. Başqalarına verdiyiniz sevgini özünüzə də verin. Sizin həssaslığınız zəiflik deyil, ən güclü tərəfinizdir. Dəyərli izləyicilər, bugünkü burç yozumu burada bitir. Unutmayın, həyatınızdakı seçimləri edən sizsiniz. Özünüzə inanın və gününüzü gözəl keçirin.